Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız yoxdur. Həftəlik açılım çəkirəm. Bu arada mən şəxsi açılım eləmirəm. Sadəcə burada sizin üçün kollektiv açılımlar eləyirəm. Deməli belə. Gəlin baxaq görək 2 və 9 fevral tarixlərində sizi nə gözləyir? Nə yenilik olacaq? Düzdür, sevgililər günü düşmür. Ama yenə də baxaq görək. Birən fərqi yoxdur. Baxaq görək 2 və 9 fevral tarixində sizi nə gözləyir, nə yenilik olacaq. Bu dəfə üzərinə heç bir şey qoymayacağım. Birinci, ikinci və üçüncü dəstə, hansı dəstə ilə daha çox uyumlanırsınızsa onu da seçin. Dəqiqə düzəldim. Aha. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa, onu da seçin ki, uyğunluq tapa biləsiniz. Bu kartların biraz sürüşkəndir, ona görə rahat deyil mənə. Amma yəni istədiyim cavabı verir, narahat olmayın. Kimin üçün vaxt azsa videonu saxlaya bilər. Başlayırıq birinci variantla. Görək 2 və 9 fevral tarixində bizi nə gözləyir? Həm iş, maddiyyat, fərqi yoxdur. Yəni iş, maddiyyat, təhsil, bunun heç bir fərqi yoxdur. Birinci sıra olur iş, maddiyyat, təhsil. Bunları biraz kənara qoyum, sizə rahat olsun. Aha. İkinci sıramız ise bizim sizin daha çok sevdiğiniz sevgi mevzusudur. Aha, gəlin baxaq görək. Üzümüzə gələn həftə, bu arada bunu qeyd edeyim ki, bilirsiniz ki, qısa bir müddətdə, yəni gözlədiyiniz bir şey ola da bilər, olmaya da bilər. Olumsuz bir cavablar eşidəndə, yəni o dəqiqə depressiyaya düşməyin ki, bu olmayacaq. Xeyr, bu bir həftəlik bir müddətdir. 2 və 9 fevral tarixlərini nəzərdə tuturuq biz. Baxaq görək bizi nə gözləyir, nə yenilik olacaq. Aha. Ola bilsin ki, kimsə sizə nəsə işlə bağlı söz verib. Bunun alınmamasını görürüm. Yenə təkrar edirəm. Bu bir həftəlik bir müddətdir. Bir həftəlik müddətdə bu işi əgər çox gözləyirsinizsə, bunun alınmamasını görürəm mən. Alınmaya bilər. Və yaxud da ki, sizi harasa işə düzəldə bilər, amma onun məvacibi sizi qane etməyə bilər. Bu ola bilər. Kimsə işləyirsə, işiniz varsa, okey. Yəni burada problem yoxdur. Sadəcə olaraq bir şəxs var ki, onun qəzəbi ola bilərsə qarşı, onun nəsə xoşa gəlməz hərəkəti ola bilərsə qarşı və yaxud da ki, siz bilirsiniz ki, əslində o insan ola bilər ki, su ünsüründən ola bilər, əqrəb, balıqlar və xərçəng burcundan ola bilər ki, sizə qarşı bir aqressiyası ola bilər, sizə nəsə yalan danışa bilərsin, arxanızdan bir iş çevirə bilər. Bu hallar ola bilər. İşləyən şəxslər harasa yol görünür, ola bilsin kollektiv formada harasa gedə bilərsiniz, nəsə şənlik, nəsə bir toya gedə bilərsiniz, harasa bir dəvət ala bilərsiniz, kollektiv bir formada. Yenə deyirəm, çox insan izlədiyi üçün mən çox bir formalarını deyəcəm. Hansı sizə uyğundursa onu da alıb qəbul eləyirsiniz. Ola bilər ki, bəzilərinizdə iş təklifi gələcək, amma məvacib aşağı olacaq. Bunlar da ola bilər. Sonra çox hirsli bir insansınız, çox tutduğunu qopardan bir insansınız, çox qəzəbli ola bilərsiniz, su ünsürü ola bilərsiniz, hava ünsürü ola bilərsiniz. Bu iki ünsürlər daha çox diqqət etsinlər. Bu ünsürlərdən ola bilərsiniz ki, tutduğunu qopardan, yəni aşağı məvaciblə qane olmayan bir insan ola bilərsiniz. Aşağı maaş sizi qane etməyə bilər. İstəyirsiniz ki, daha hirslisiniz və daha yüksəklərdə olasınız. Belə bir insan ola bilərsiniz. Yekunlaşdıraraq bunu demək istəyirəm ki, işi olmayanlar bir insan tərəfindən işə təklif ala bilərsiniz, amma onun maaşı sizi qane etməyə bilər. İşləyənləriniz varsa, su ünsürü bir insan var ki, sizə qarşı arxadan iş çevirmə və yaxud da ki, aranızda mübahisə ola bilər, kiçik mübahisə ola bilər. Amma nəsə bunun xoşa gəlməz bir hərəkətini görə bilərsiniz.
və yaxud da ki, bunlardan savayı harasa kollektiv bir formada dəvət ala bilərsiniz, harasa gedə bilərsiniz. Belə. İşlə bağlı bu qədər. Keçək sevgi mövzusuna. Görək sevgidə sizi nə gözləyir. Deyəsən kartları tərsinə qarışdırmışam. Ola bilər. Sevdiyiniz bir insanla aranızda görüş ola bilər. Sizi görüşə çağıra bilər və yaxud da ki, bu insanla üz-üzə gələ bilərsiniz. Problemləriniz varsa bunu həll edə bilərsiniz. Bəziləriniz həll edə bilərsiniz. Amma bəzilərinizin ya sizin ya o insanın üzərində biraz qorxularınız ola bilər. Bu mövzu ilə bağlı, sevgi mövzusu ilə bağlı və yaxud da ki, başqa bir qorxularınız ola bilər. Bu insanın itirmə qorxusu ola bilər və yaxud da ki, bir yerdə sizə nəyinsə üzə çıxması qorxusu ola bilər. Münasibətdən qarşı tərəfi deyərdim mən. Qarşı tərəf münasibətdən sıxılır. Münasibətinizdə bir yenilik eləməlisiniz ki, bu insan sizinlə daha möhkəm, daha da irəliyə doğru getsin. Nəyisə askıya almısınız, nəyisə qərar vermiş ola bilərsiniz və yaxud da ki, danışmırsınızsa, münasibətiniz biraz askıda ola bilər. O insan sizə addımı biraz gecikə bilər. Bəzilərinizdə ikili bir zamanda addım olacaq. Bu insanla üzə gələcəksiniz. Bəzilərinizdə isə bu belə deyim də, bu münasibətiniz normaldırsa, üzə gələcəksiniz. Əgər münasibətiniz ayrılıqla nəticələnibsə, münasibəti askıya alıb qarşı tərəf. Ola bilsin ki, sizsiz münasibət onun üçün maraqsızdır, sizsiz onun üçün həyat maraqsızdır. Heç bir maraq güdmür, heç nə maraqlı deyil ona. Sizlə olan münasibət ona maraqlı ola bilər. Amma bəzilərinizdə ola bilsin ki, nəsə qorxularınız ola bilər. Evlilik demirəm burada. Çünki mən qarşı tərəf yaxud da sizi evli kimi görmədim. Bəlkə də evlisiniz, amma evlilik o qədər önəmli bir nüans kəsb eləmir də bizim üçün. Bizim üçün deyəndə sizin üçün. Amma burada bəzi mövzular var ki, onu askıya almışsınız elə bir. Bir həftəlik müddət bizə bunu göstərdi. Keçirik ikinci varianta. Görək. İkinci variant bizə nəyi deyir? Nə ola bilər? İkinci variantı seçənlərdə bilirsiniz, belə bir şey qeyd edeyim. İkinci variantı seçənlərdə çox böyük bir qəlb qırıqlığı yaşamış ola bilərsiniz. Bu insandan çox böyük bir formada incikliyiniz ola bilər bu insana aranızda. Ola bilər onun sizə qarşı ola bilsin, fərqi yoxdur. Belə bir şey hiss elədim, bunu demək istədim. Böyük bir qəlb qırıqlığı yaşamış ola bilərsiniz və yaxud da qarşı tərəf ola bilər. İş, maddiyyat, təhsil. Baxaq görək. Birinci dəstədə təhsil kimi bir şey görmədim çox. Təhsil görəndə deyəcəm mən sizə. Ola bilsin ki, oxuyursunuz da birinci variant seçənlərə aiddir. Amma təhsili daha çox önəmsəmirsiniz. Yəni, nə var bunda deyirəm. Gəlin baxaq görək. Maddiyyat, təhsil. Aha. İkinci variantı seçən insanlar əslində ya sizin keçmişdən dair bir maddi vəziyyətiniz çox yaxşı ola bilər və yaxud da ki, özünə fikir verən bir xanım ola bilərsiniz. Yəni, sizin üçün işləyən bir xanım olmaq daha vacibdir. Özünə baxan bir xanım olmaq daha vacibdir. Ortağınız ola bilər nəsə, bir yox, bir neçə insanla və yaxud da ki, iki insanla bir yerdə işləmiş ola bilərsiniz. Gözlədiyiniz bir şey var ki, bunun biraz zamanı var göstərir. Nəsə bir ola bilsin, iş qurmaq istəyirsiniz və yaxud da ki, daha yüksək. Mən ikinci variantda daha yüksəklərdə olan bir xanım kimi görürəm. Yəni, ola bilsin, istəyiniz daha yüksəkdir, nə bilim, arzunuz var ki, daha yüksəklərdədir ki, onu biraz əldə eləmək sizin üçün çətin ola bilər. Əldə eləyə bilərsinizmi? Təbii ki, əldə eləyə bilərsiniz. Çünki sizdə belə bir hirs var ki, birinci variantda daha əsəblə əldə edən bir insan, burada isə daha inamlı bir formada əldə edən bir insan görünüm. Yavaş-yavaş addım atırsınız.
daha çox yavaş addım atan insan deyilsiniz. Bunu mən də bilirəm, amma bilirsiniz də belə bir şey deyim. Baxın, od ünsürü ola bilərsiniz. Qoç, şir, ox atan bürcündən ola bilərsiniz və yaxud da ki, yüksələniniz ola bilər, fərqi yoxdur. Tutaq ki, mən buradakı bir şeyi götürmək istəyirəm. Fikirləşirsiniz, addım atırsınız və yavaş-yavaş, addım atandan sonra yavaş-yavaş ona doğru hərəkət edirsiniz. Məsələn, bu tılsım kralı çıxsaydı, mən deyərdim ki, fikirləşirsiniz, oturursunuz nə qədər fikirləşirsiniz, ondan sonra addım atırsınız. Amma burada belədir ki, addım atırsınız, amma ağıllı bir formada addım atırsınız. Daha inamlı bir formada oraya doğru yaxınlaşmağa doğru gedirsiniz. Belə bir insan ola bilərsiniz. Hələ ki, bu həftə ərzində əgər gözləyirsinizsə, bu həftə ərzində mən deyə bilmərəm ki, bunu əldə edəcəksiniz. Yox. Amma əldə edə bilərsinizmi? Bəli. Çünki yenə deyirəm, fikirləşib addım atırsınız və daha inamlı bir formada ona doğru gedirsiniz. Ortaqlı bir formada işləyə bilərsiniz. Və yaxud da ki, fərqi yoxdur. Özünüz də ola bilərsiniz ki, amma kimsə də var da buradan ya kömək istədiyiniz və yaxud da ki, ortaq olduğunuz bir insan ola bilər burada. Amma yenə deyirəm, çox baxımlı ola bilərsiniz, özünüzə fikir verən bir xanım ola bilərsiniz və daha güclü bir hədəfləriniz ola bilər. Sevgi mövzusuna gələk. Sevgi mövzusunda sizi nə gözləyir? Baxın, sizə birinci olaraq nə demişdim? Dedim ki, qəlb qırıqlığı yaşamış bir insan ola bilərsiniz. Bəli. Ola bilərsiniz, qəlb qırıqlığı yaşamış bir insan ola bilərsiniz. Sevdiyiniz insan xaricdə ola bilər və yaxud da ki, sizlə arasında məsafə ola bilər. Bir yenilik gözlənilir burada. Yeni bir addım atacaqsınız. Nəsə bir qərar verib yeniliyə doğru gedəcəksiniz. Burada bəziləriniz xəyanət görə bilər və yaxud da ki, bəzilərinizdə ola bilsin qarşı tərəfin həyatında üçüncü bir şəxs var və siz bunu qəbul edirsiniz. Ola bilsin ki, məqsədli bir formada qəbul edirsiniz. Ola bilsin ki, necə deyim, məcbur olub qəbul edirsiniz. Bunun heç bir fərqi yoxdur. Qarşı tərəf evli də ola bilər və yaxud da siz evli ola bilərsiniz. Sevgi mövzusunda daha hirslisiniz, daha qısqancı ola bilərsiniz. O insanı qısqanırsınız, əsəbləşirsiniz bəzi mövzularda. Amma gələcəyə doğru bəzi addımlarınız var sizin. Baxın, bu həftə ərzində addım gözləyənlərimiz varsa, addım gözləyirsinizsə, bu insan sizə, belə deyim, bilirsiniz necə addım atacaq? Nəyəsə bəhanə eləyərək sizə addım ata bilər. Amma siz ola bilsin ki, ona kobud danışa bilərsiniz, aranızda bir mübahisə keçə bilər, siz ona kobud cavab verərsiniz, o da sizə kobud cavab verə bilər və bu dava ilə nəticələnə bilər. Bəzilərinizdə ola bilsin ki, yenə deyirəm, növbəti bir pləkənə addım ata bilərsiniz, növbəti bir, bilirsiniz necə? Bəzilərinizdə bu növbəti addım evliliklə nəticələnə bilər. Və yaxud da ki, ailə tanışlığı ilə nəticələnə bilər. Və yaxud da ki, bu mövzuda oturub danışa bilərsiniz, nəyisə yoluna qoya bilərsiniz. Amma bəzi mövzular var ki, sizi qane etmir. Bir həftəlik müddət idi. İnşallah ki, üzümüzə gələn həftələrdə artıq sizin nişan xəbərinizi eşidərəm və yaxud da ki, daha nişanlanmaq, evlənmək istəmirsinizsə, başqa bir mövzularda irəliləmək istəyirsinizsə, inşallah ki, ona görərik. Bir həftəlik bir müddət olduğu üçün daha geniş açılımlar eləyə bilmirəm. Çünki qısa bir müddətdə məsələn, mənim və yaxud da bir başqasının həyatında ola bilsin ki, heç nə olmaya bilər. Çünki bir həftə ərzində hamımızın həyatında yenilik olmaya bilər. Normaldır bu. Üçüncü variantı seçənlər, baxaq görək, sizdə nə olacaq? İş mövzusu, iş, maddiyyat, təhsil mövzusunda görək. Nə görünür sizdə və sevgi mövzusunda. Baxaq, iş, maddiyyat. Aha, belə bir şey deyim. Xoşuma gəldi əslində, üçüncü variant bu kart çıxmasaydı.
ayağınızın altını qazan bir insan ola bilər. Yaxınınızdan ola bilər, iş yerinizdən ola bilər ki, sizin ayağınızın altını qazır. Bunu atırıq bu tərəfə, heç vecimizə deyil. Ayağınızın altını qazır bu heç. Bəzilərinizin ailə tərəfindən alacağınız bəzi gözləntiləriniz var. Ola bilsin ailəniz sizə mülki olaraq nəyisə verə bilər. Ailənizdən nəsə gözləntiləriniz ola bilər ki, bunu ala bilərsiniz. Atanız ola bilər, qardaşınız ola bilər, daha dəyər verdiyiniz bir insan ola bilər ki, sizə daha çox belə deyərdim də, ya sizə ailəviz baxar. Bunu da deyim. Ya sizə ailəniz baxır, ya ola bilsin ki, siz tələbəsiz və yaxud da ki, evdəsiz, amma maddi imkanınız yaxşıdır, ailənizin maddi imkanı yaxşıdır, ailəniz baxa bilərsə, güclü bir insansınız, güclü bir qadınsınız. Əgər özünüz öz ayağınız üzərində durursunuzsa, 8'li bir zamanda, ayın 8'i də ola bilər, fərqi yoxdur, 8'li bir tarix olar, saat 8 ola bilər ki, həmin o tarixdə sizə daha da güclənəcəyiniz bir xəbər gələ bilər. Onsuz da yenə deyirəm, bu duyğusal bir insansınız. Yəni, deyə bilmərəm hirsli bir insansınız, duyğusal bir insansınız, çox insana kömək edəcək bir insansınız, əli açıq bir insansınız. Misal üçün, kimisə köməkdə görərsiniz, ona kömək edərsiniz. Köməyə ehtiyacı olan bir insan görərsiniz, ona kömək edərsiniz. Maddi vəziyyəti aşağı olan bir insan görərsiniz, ona axırıncı pulunuzu da verə biləcək bir insan olarsınız. Yəni, ürəyi yumşaq bir insansınız, duyğusal bir insansınız. Bu kartı bura attım, amma 5 kartdır da burada. Bunu mən ayağınızın altını qazan bir insan kimi göstərirəm sizə. Sizi sevməyən bir insan kimi göstərirəm ki, ailənizdən də ola bilər. Ailəniz olmaz, yəni ailənizə girib çıxan bir insan ola bilər. İş yerinizdən bir insan ola bilər ki, sizin daha da qabağa getməyinizi istəməz. Sizdən başqasından sizə söz gətirən bir insan ola bilər. Buna fikir verin, yəni. Bunu aşağı qoyuruq ki, keyfinizi pozmayaq. Amma ümumiləşdirib belə bir şey deyə bilərəm ki, ailə tərəfdən nəsə gözləyirsiniz, sizə maddi kömək də edə bilər və yaxud da ki, bir vəsiyyət olsun, nəsə bir, misal üçün, ev, torpaq, nəsə bir şey ola bilər ki, ailənizdən sizə gələ bilər ki, onun gözləntisini gözləyirsiniz. Özünüz əslində, belə deyim də, biri var ki, İnsanın ailəsinin imkanlı olması, yəni kökdən gələn bir imkanlılıq. Bir də var ki, sonradan özü qazanan bir imkanlılıq. Siz də kökdən gələn bir şey kimi görürəm ki, yəni maddi tərəfdən o qədərdir, yəni yoxsul bir insan deyilsiniz. Siz istəsəz, ailəniz dəsə kömək edə bilər. Bəziləriniz əgər imtahan verirsinizsə, harasa qəbul olmaq istəyirsinizsə, bu kartımız onu göstərir ki, istəsəz bu kartın şəklini də çəkə bilərsiniz ki, yəni çox güclü bir kartdır. Yəni, bu kartın mənasını bilənlər bilir artıq. Çox güclü bir kartdır, çox yaxşı bir kartdır. Yəni, əgər harasa qəbul olmaq istəyirsinizsə, imtahan vermişsinizsə, nəticəsi yaxşı olacaq. Yəni, bundan heç bir narahatçılıq yaşamayın. Belə. Daha da açıqlama vermək istəmirəm, çünki bir həftəlik bir müddət daha da geniş baxmağın mənası yoxdur. Sevgi mövzusuna gələk. Sevgi mövzusunda isə ola bilsin ki, bəziləriniz ailə qrup boşanmış ola bilərsiniz. Yaxud da münasibətinizi gizli saxlamağa məcbur hiss eləyə bilərsiniz özünüzü. Bəzilərinizin anası, atası razı olmaya bilər. Evli deyilsiniz, sadəcə anası, atası razı deyil və yaxud da sizin ananız, atanız razı deyil deyə münasibətdə gizli saxlayırsınız. Və əslində o insanın və yaxud da sizin tamamlana biləcəyiniz şəxs odur. Onun da sizsiniz. Bunu deyin. Bəzilər ola bilsin ki, məsəl üçün, siz nə hiss eləyirsinizsə, o insan da sizin haqqınızda eyni şeyləri hiss eləyir. Təbii ki, siz hər iki tərəf subaydısa, onlara aiddir. Evlisinizsə, zaten o evlidir. Sizlə nə arzulaya bilər? Siz və yaxud da evlisinizsə, onunla nə arzulaya bilərsiniz? Sadəcə bir münasibət. Əslində, mən buna qarşı olan bir insan olduğum üçün, ona görə də çox da evliləri çox nəzərə almıram. Ola bilər ki, ailəli olub boşanarsınız, başqa məsələ. Bəziləriniz var ki,
bu insanla belə deyim də arzularınız, ümidləriniz bir yerdədir. Amma hal-hazırda sizin qəlbinizə deyib, xətrinizə deyib. O insan belə deyim, bəlkə də hiss eləyirsiniz ki, sizsiz yaxşıdır onun üçün, hər şey normaldır. Yox. Siz necə, yenə deyirəm, siz necə hiss eləyirsinizsə, hal-hazırki vəziyyətdə bir həftəlik bir müddətə baxırıq. Siz necə hiss eləyirsinizsə, o insan da eyni şeyləri hiss eləyirsə qarşı. Ola bilsin xəyanət eləyib, ola bilsin yalan danışıb, ola bilsin sizin xoşunuza gəlməyən bəzi şeylər eləyib ki, o insan da bunun vicdan əzabı deyərdim. Niyə görə? Çünki gecələr yatmağında problemi ola bilər. Və yaxud da ki, ola bilsin gecələr yatmayan bir insandır. Çünki mən burada yuxusuz qalan bir insanı görürəm. Bir peşmançılıq hissi görürəm. Xəyanət eləsə belə peşmançılıq hissləri yaşaya bilər. Addım gözləyirsinizsə, hələ ki bu addımı görmürəm, yəni addım atmasını görmürəm. Peşmançılıq, sizin də bəzi ola bilsin ki, onu nəsə demişsinizsə, onun peşmançılığını yaşaya bilərsiniz. Amma elə bil ki, burada aranıza girən üçüncü şəxslər ola bilər. Və yaxud da ki, siz öz beyninizdə bəzi şeyləri qurursunuz və ona inanmağa çalışırsınız. Və yaxud da ki, o insan sizə yalan danışıb ki, ona görə də ola bilsin ki, aranızda mübahisələr baş verib ya da ki, uzaqlaşma qərarı almışsınız. Belə. Bu qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah ki, üzümüzə gələn həftə bundan da daha yaxşı olar. Ürəyinizcə olar hər bir şey. Öpürəm sizi, özünüzə yaxşı baxın və hiss edirəm ki, videoma baxışlar daha da az gəlir. Yəni daha da az olsa, yəqin ki, videonu çəkməyi dayandırarım. Çünki sizin üçün çəkirəm, əgər baxılmırsa, niyə çəkim, niyə əziyyət çəkim? Belə. Özünüzə yaxşı baxın, yaxşı ki, mənim izləyicilərimsiz. Sizləri sevdiyimi unutmayın, öpürəm sizi.